əzizlər var ki, hər zaman insanların hamısını razı salmaqla mümkün olmayacaq. Biraz rusların bir sözü rastlapsiz. Biraz dincəlin da bu qədər o razı salmaq onsuz da bir gün o düşüncəsində illərlə razı salmaq istədiyi adam bir gün qırılacaq, yəni nəyə görəsə. Çünki bir hərəkətdə çörək düzünün üstündə olan insanlar var da. Ona görə özünüzü çox da əziyyətə salmayın. Yəni bir gün onsuz da yaraya bilməyəcək. Sizi düşünsəz ki, bir insanın fikrinə görə bəzən biz bir insana görə Allahın da narazılığına səbəb olan addımlar atırıq. İnsan Allahın razılığına görə insanların narazılığını qazanmalı olduğu halda Allah o insanı həmin insanlardan ehtiyatsız edər. Yox, Allahın narazılığına görə insanın razılığını qazanmağı düşünsə, Allah onu o insana möhtac eləyəcək. Ona görə o hala düşməmiş artıq bir bariyer, bir sədd qoymaq lazımdır ki, onda biraz da qiymətli olacaq insan. Belə də olur.